Hə, mən indi sizə desəm ki, sosial şəbəkələr, yəni sosial şəbəkə, ilk sosial şəbəkə məhz Azərbaycanda yaranıb 86-cı yaxud 87-ci ildə siz mənə inanarsınız? Xeyr, inanmayacaqsınız. Onda tutun gəldiyə bir dənə qəşəng əhvalat danışım sizə. 86-87-ci illər idi. Bir cavan oğlan, o vaxtın belə çılğın cavan oğlanlarından, şəhər uşağı, Qaratskoy, özü də ki qalırdı Nizami metrosunun ətrafındakı olan məhəllələrdən birində. Yəni şərti olaraq qoyaq oranın adını Kubinka. Bir gün gedir, yaxınlaşır Nizami metrosunun yanında yerləşən avtomat telefonlara, qaldırır dəstəni, atır ora 2 qəpik, yığır bir nömrə, dostunun nömrəsini. Yaxud neysə bir ses gəlir oradan, düşür başqa bir yerə, dostuna düşmür. O an kimsə yenə düşür həmin o xəttə. Sonra bir nəfər də düşür həmin o xəttə. Və qısa şəkildə bir neçə adamlar, yəni tamamilə tanış olmayan bir adamlar, hamı düşür həmən o xəttə. Bunlar başlayırlar öz aralarında danışmağa. Birinin adı olur Maradona, o biri olur Ivan Drago, üçüncüsü olur Krasavçik, dördüncüsü olur Madonna, sonra bir hanım da Sabina, sonra bir dənə də Nikto. Yəni bu bir niklardır. Siz başa düşürsünüz də, bax ondan sonra ki o Mirk yarandı, yadınızdadır, chat var idi kompüterdə. Sonra ICQ, Messenger, xeyr, internetdən daha əvvəl, internetin heç izi tozu olmayan vaxtlarda Bakıda bax belə bir boşluq olub telefon şəbəkəsində. Hətta oraya heç 2 qəpik atmamış da yığmaq olurdu. Və cavan adamlar, bax o vaxtın yəni cavanları istər-istəməz belə bir sosial şəbəkənin iştirakçıları olublar. Və həmin o sosial şəbəkə vasitəsilə onlar sonra görüşüblər də öz aralarında, yəni realda da görüşüblər. Uzun, belə deyimsə, o biraz çəkdi. Təqribi olaraq 1 il, yoxsa 2 il həmən bax o chat fəaliyyət göstərirdi. O sosial şəbəkə fəaliyyət göstərirdi. Maraqlısı da oydu ki, həmən o yəni nömrəyə düşə bilirdi ancaq kimin ki nömrələri 94 ilə başlayırdı, 93 ilə, 95 ilə və 92 ilə səhv eləmirəmsə. İndi bax burada mənim sualım bax həmin o adamlaradır. Bəlkəm kimsə bunu xatırlayır. İnanmıram ki, bunu xatırlayanlar olar. Amma birdən də kimsə əgər bunu xatırlayırsa, xahiş edirəm, şərh bölmələrində yazın bu barədə. Yəni, gəlin bu məsələni canlaşdıraq. Gəlin bütün dünyaya göstərək ki, sosial şəbəkədən yaradılan yeri Azərbaycandır, məhz Bakı şəhəridir. Bu qədər qəlbdən qəlbə.